Rəna. İlyas çayın kənarındakı söyüd kötüyünün üstündə oturub çaya baxırdı. Çünki Xanəgah kəndindən Gəncəyə gələnlər çaydan keçib gəlməli idilər. Çayda su o qədər də çox deyildi. Lakin İlyasın nəzərində çayda bir coşqunluq var idi. Dalğalar yenə də qartal kimi qanad açaraq bir-birini təqib edirdi. Çay nə qədər susuz və sakit olursa olsun, İlyas yenə də ondakı coşqunluğu heç bir zaman unuda bilmirdi. Çünki o, öz sevgilisi Rənanı çayın ən coşqun bir günündə görmüş və coşqun bir ürəklə də sevmiş idi. Buna görə də o, daima çayın kənarında oturduğu zaman fikri keçmişlərə qayıdardı. Şair neçə gündən bəri Rənanın görüşə gəlmədiyini xatırlayıb çaya baxırdı. Çayın o biri sahilində Xanəgah kəndindən şəhərə gələnlər yığın-yığın durub çaydan nə cür keçməyi fikirləşirdilər. Heyvanı olanlar, heyvanı olmayan kəndlilərin şeylərini qucaqlarına alıb sudan keçirirdilər. Suya yıxılıb qalxanlara, üst-başı islananlara gülənlər, hətta sudan öz şeylərini keçirə bilməyənlərdən ağlayanlar da var idi. Körpü çox uzaqda idi. Bazar isə çayın körpü olmayan tərəfinə yaxın idi. Buna görə də kəndlilərin hamısı şeylərini axşam bazarında satmaq üçün körpüsüz yerlərdən çayı keçməyə tələsirdilər. Keçmiş, İlyasın gözü qarşısında canlandı. Çaydan heyvanlı və heyvansızların hamısı keçmişdi. O tərəfdə yalnız gəni bir qız qalmışdı. O öz şeylərini çaydan keçirə bilmədiyindən əlacsız qalıb ağlayırdı. Qızın bu ağır vəziyyəti İlyasa toxundu. O dərhal çayın o biri sahilinə keçib qıza dedi, ağlama. Mən sənin şeylərini sudan keçirməyə gəlmişəm. Qız gözünü yaşını silərək İlyasa dedi, sizə zəhmət olmazmı? Burada heç bir zəhmət yoxdur. Həm də mən özüm də su ilə əylənməyi sevirəm. Məncə belə deyil, sizi bu zəhmətə öz mərhəmətiniz məcbur edir. Bilmirəm, siz hamının haqqındamı belə mərhəmətlisiniz? Mərhəmətli olmaq hər kəs üçün lazımdır. Lakin bir çoxlarında mərhəməti yarada biləcək xüsusiyyətlər yoxdur. Qız İlyasın nə dediyini anlamadı. Onun üzünə sual verici nəzərlərlə baxdığı zaman İlyas bunu dərhal hiss etdi və fikrini kəndli qıza izah edərək dedi. İnsanlarda öz həmcinsi olan insanlara qarşı bir insanlıq əlaqəsi olmalıdır. İnsanlar bir-birini sevməlidirlər. Bunsuz yaşamaq olmaz. Həmcinsinə qarşı sevgi bəsləyənlər və insanların çətinliyə düşdüyünə qeydsiz baxa bilməyənlər insanların ən yaxşısı və mərhəmətlisidir. Demək ki, mərhəməti yaradan şey vicdan və insafdır. Kimdə vicdan? İnsaf və öz həmcinsinə qarşı sevgi varsa, o mərhəmətlidir. İlyas bu sözləri qızla bərabər çayı keçdiyi zaman deyirdi. Çayı keçdilər. Qız sahildə dayanıb ayaqqabılarını geydi, şeylərini götürüb getmək istərkən İlyasa tərəf dönərək, siz burada tez-tezmi gəzirsiniz? İlyas, hava müsait olduğu zaman hər axşam bu bağçalarda, bu meşələrdə gəzirəm, dedi. Qız təəccüblə, əcəba, hər gün bu yerə gəlmək sizi yormurmu? Deyə soruşduqda İlyas da, xeyr, gözəl qız yormur. Madam ki, mən bu yerə yorğunluğumu çıxarmaq və dincəlmək üçün gəlirəm, o zaman nə üçün də yorulum? Dedi. Şəhərdə ağır işdəmi çalışırsınız? Ağır işlərdə çalışmıram, lakin ağır iş insanı heç bir vaxt yormaz. İnsanı yoran başqa şeylərdir. Siz onları mənə deyə bilməzsinizmi? Nə üçün deyə bilmərəm? Lakin sən şəhərdə yaşamasan, mənim deməyimlə haman yorucu şeyləri öyrənə bilməzsən. Gəl mən sənin şeylərinə kömək edim. Səni bazarın yaxınlığına qədər yola salım, bizim evimiz də o tərəfdədir. İlyas bu sözləri dedikdən sonra qızın bazara gətirdiyi şeyləri götürüb onunla bərabər yola düşdü. Qız yenə də yolda İlyasa sual verdi. Siz şəhərdəki yorucu şeylər haqqında mənə danışmaq istəmirsinizmi? Nə üçün istəmirəm? Şəhərin həyatı çox yorucudur. Şəxsi həyat üzərində qopan gürültular, yemək və qazanc üstündəki vuruşmalar, aldadanların şadlığı, aldananların gözyaşı, haqqını müdafiə edənlərin məğlubiyyəti, qaliblərin bayram təntənələri, daha açığı əzilənlər və onlara gülənlərin acı və dəhşətli görünüşləri tamamilə məni yoran işlərdəndir. Buna görə də tez-tez bu tərəflərə gəlib qulaqlarıma, gözlərimə və fikrimə dinclik vermək istəyirəm. Gənc qız bu sözləri eşidəndən sonra İlyasa müraciət etdi. Rica edirəm, dur biraz dincini al, yoruldun, bu ağır şeyləri daşımaq buna adət etməyən şəhər gəncləri üçün çətindir. Biz kəndliyik, ağırlığa öyrənmişik. İlyas yenə də fikirli başına hərəkət verərək dedi, doğrudur.
Şəhərin daşıdığı ağırlıq başqa, kəndin daşıdığı ağırlıq isə bir başqadır. Bunların arasında böyük bir fərq vardır. Şəhərin daşıdığı ağırlıqların bir çoxu hiss edilməz və ölçülməz ağırlıqlardır. Bu barədə danışmaq lazım olsa, sən bazara yubanarsan. Qız yenə də sual verdi. Siz sabah burada olacaqsınızmı? Olacağam. Hər gün olacağam. Mən də sabah gələcəyəm. Gəl, yenə də sənə kömək etməyə hazıram. Mənim adım Rənadır. Kəndimiz buraya çox yaxındır. Xanəgah kəndindənəm. Bəs sizin adınız nədir? Mənim adım İlyasdır. Qız əlini İlyasa uzadıb vidalaşmaq istərkən İlyas diksindi və keçmişin şirin və nəşəli xatirələrindən ayrıldı. Bir daha çaya baxdı. O tərəflərdən, ta uzaqlardan belə gələn yox idi. İlyas bir daha qəlbində, o bu gün də gəlmədi, dedi. Əcəba onun gəlməməsinə səbəb nədir? Xanəgah kəndindən bura qədər olan 5 addım yolu gəlmək çətin idimi? O ki son günlər görüşdüyümüz zaman xəstə deyildi. Onun məndən çəkilib getməsinin başqa bir səbəbi olmalıdır. Mən onu heç bir zaman öz sevgimə bağlamaq üçün məcbur etməmişdim. Hələ mən görüş yerinə biraz gec gələndə o şikayətlənirdi. İndi necə oldu ki, 3 gündən bəri mənim tərəfimə üz çevirmir? Mən onun bu qədər laqeyd bir qız olduğuna inana bilmirəm. Hər halda bu işi təhqiq etməliyəm. Ata-anası çox qocadır. Bəlkə də onlara bir bədbəxtlik üz vermişdir. Elə isə nə üçün mən özüm onu arayıb axtarmıram? Bəlkə də qızın ata-anası onun tez-tez görüşə gəlməsinə mane olur. Bəs necə oldu ki, Rəna mənim görüşümdən ayaq çəkdi? Mənim ona laqeyd deməyə haqqım yoxdur, çünki mənim özüm də laqeydəm. Onlar köməksiz bir ailədir. Oğulları yox, işləyə bilən ailə üzvləri də yoxdur. Ailənin bütün ağırlığı və təsərrüfat ifad işlərini sahmana salmaq vəzifəsinin hamısı tək bir qızın öhdəsindədir. İlyas Xanəgah kəndlilərindən bir nəfər taparaq Əhməd kişinin ailəsindən xəbər tutmaq istədi. Odur ki, düz doğru qəbiristanın yanına gəldi. Xanəgah kəndinə gedənlərin ancaq buradan keçib getdiklərini bilirdi. İlyas anasının qəbri üzərində də biraz oturdu və qəbir daşını gördüyü zaman anasının ölərkən verdiyi vəsiyyətləri xatırladı. Sanki anası onu qolları arasına alaraq, "Səni sevməyən qız dünyanın gözəli olsa da onunla evlənmən, oğlum," deyirdi. İlyas ağladı, gözünün yaşından bir neçə qətrədə qəbrin daşına düşdü. Qəmli bir halda qəbrin üzərindən qalxdı, qəbiristandan çıxıb Xanəgah kəndinə doğru yol elədi. O yenə də keçmişlərin xatirəsilə əylənir, ağır addımlarla yol gedir və Rənaya yazdığı şeirləri əzbərləyirdi. Nədir bu qəmli baxış səndə, sevgilim Rəna? Dodaqlarında duran bir sükuti pür mənə. Nədən qərigi kədərdir üzarı pürxəndən? Xəzanlı hiss elədin, ey nəcib gül, məndən? İlyas bu misraları təkrar edə-edə getdiyi zaman birdən-birə qızların qəhqəhə səslərini eşitdi. Diksinib dayandı, başını qaldırıb baxdıqda özünü Xanəgah kəndinin altındakı bulağın başında gördü. Bulaqdan səhəngini doldurub qayıdan, su aparmağa gələn, inəyini çöldən gətirən qız və qadınlar tez-tez İlyasın yanından gəlib keçirdi. Axşam idi. Üfüqlər küsən bir qızın baxışı qədər tutqun idi. Artıq gəlib gedənləri seçmək, tanımaq olmurdu. İlyas bir qədər söyüd ağacına söykənib durandan sonra yenə öz-özünə dedi. Burada durmağın nə mənası vardır? O məni görməkdən xoşlansaydı, gəlib məni tapardı. Mənim bura gəlməyimin nə əhəmiyyəti var idi? İlyas bu düşüncələrin içərisində söyüd ağacından ayrıldı və üzünü şəhərə tərəf çevirdi. Bu zaman bir qız da inəyini qabağına qatıb evə aparırdı. Onun bütün boy-buxunu, yerişi, görünüşü Rənaya bənzəyirdi. İlyas dərhal dayandı, o artıq əvvəlki fikrindən daşındı, qıza bir daha diqqətlə baxdı. Qızın başındakı ağ ipək kəlağaya axşam qaranlığına baxmayaraq onun Rəna olduğunu söyləyirdi. Buna görə qeyri-ixtiyari olaraq İlyasın ağzından bu sözlər çıxdı. Odur, Rənadır. Özüdür. İlyas bu sözləri dedi, amma onu səsləməyə cəsarət etmədi. Lakin təxir etmək də yaramazdı. Qız uzaqlaşır və axşam qaranlığının içərisində itirdi. Yenə də onun adını çəkməyə cəsarət etmədi və yavaşdan səslədi. Sənmi? Qız dərhal dayandı, bir neçə saniyə səs gələn tərəfə baxdı və sonra etinasız bir surətdə cavab verdi. Belim mənəm.
Nə işin var idi? Bu səs İlyasın qulaqlarına yol tapmadan bütün varlığına və qanına girdi. Qız duran tərəfə irəlilədi, ona yaxınlaşdı, diqqətlə baxdı. Tanıdı, o Rəna idi, lakin bir neçə gün bundan əvvəl gördüyü Rənaya bənzəmirdi. Əvvəllər onu görürkən boynuna sarılan, başını sinəsinə söykəyib nazlanan, əllərini əlinə alan Rəna deyildi. O sanki heç tanımadığı bir adamın qarşısında durub cavab gözləyirdi. Bir neçə dəqiqə heç birisi danışmadı. Nəhayət, Rəna inəyin uzaqlaşdığını görüncə İlyasa sual verdi. De görüm, sənin bu tərəflərdə nəyin qalmışdır? Özün fikir elə, Rəna, mənim qəlbimin burada qaldığını bilmirsənmi? Bunu bir daha soruşmağa nə lüzum vardır? Mən heç bir şey bilmirəm, bilmək də istəmirəm, sən məni bu uzun müddətdə tanıya bilmədinmi? Məni öyrənə bilmədinmi? Kişiləri öyrəndim deyən qızlar ancaq özlərinin aldandığını öyrənmiş olurlar. Sən bu cür sözləri bir tərəfdə qoy qalsın. Zənnimcə bu cür sözləri danışmağın vaxtı keçibdir. Görünür ki, mənim xəbərim olmadan bir hadisə üz vermişdir, yaxud bir söz eşidibsən, eləmi? Rəna çox saymaz bir halda, hamının eşidib bildiyi bir şeyi mənim eşitməyə haqqım yoxdurmu? Hamının bildiyi və eşitdiyi bir çox sözlər vardır ki, onlara inanmaq məcburi deyildir. Sən bizim ikimizə aid olan sözləri ancaq məndən eşit. Bizim qoləcəyimiz haqqındakı hər bir məsələni ancaq ikimiz həll edə bilərik. İndi mən bildim ki, neçə gündən bəri məndən üz çevirməyinin səbəbi nədir? Hərgah sənin öz yaxın adamların bir həqiqəti mənə söyləmiş olursa nə deyərsən? İnanmağa haqqım var, ya yox? Rənan, nə üçün belə düşünürsən? Mənim bu məmləkətdə sizdən başqa kimin vardır? Əcəba, mənim kimliyim sənə və atana məlum deyildirmi? Mən heç də sənin aralıq sözlərinə etibar edəcəyinə inanmırdım. Hərgah sən hər yetənin sözünə qulaq assan, o zaman mən tək qalmağa məcbur olacağam. İndi artıq sən tək deyilsən, sən daima əmirin sarayında ziyafətlər və işrətlərdə vaxtını keçirməkdəsən. İlyas öz sözlərini deyib bitirə bilmədi, onlar artıq Rənanın qapısına yetişmişdilər. Buna görə də İlyas əlini Rənaya tərəf uzadaraq, elə isə salamat qal, dedi. Rəna da onun əlini tutub, sən də salamat qal, dedi, lakin onun əlini buraxmadı. Onlar durub bir-birinə baxırdılar. İlyas evə girmək istəmirdi. Çünki Rənanın ata-anasından utanırdı. İnək qapıya yetişərkən öz balasını xəbərdar etmək üçün mələdi. Rənanın anası inəyi qarşılamaq üçün dərhal evdən dışarı çıxdı və Rəna ilə İlyasın durub bir-birinə baxdıqlarını gördü. Qadın İlyası görürkən təəccüb etdi, çünki bu birinci dəfə idi ki, İlyas axşam vaxtı xanəgah kəndinə gəlmişdi. İlyas Rənanın anasını görürkən salam deyib durdu. Qadın isə əleykəssalam, küçədə nə üçün durmusan, gəl içəri, Əhməd də səni görmək istəyir, dedi. İlyas fikirli addımlayıb darvazadan həyətə girdi. Rəna dərhal qollarını çırmayıb inəyi sağmaq üçün getdi. İlyas, Əhməd kişinin onu görmək istəməsində əhəmiyyətli və ciddi bir məsələ olduğunu anladı. Şübhəsizdir ki, Əhməd kişi də qızı Rəna dediyi sözləri deyəcəkdi. İlyas içəri girdiyi zaman Əhməd kişi namaz üstündə idi. Buna görə də İlyas salam verməyərək ayaq üstündə durub Əhməd kişinin namazdan qurtarmasını gözlədi. Əhməd kişi şam namazını bitirdi, İlyas salam verdi. Qoca onun salamını alandan sonra yanında yer göstərib. Oğlum, gəl otur, xoş gəlib, səfa gətirmisən, dedi. İlyas da razılıq etdi, başını aşağı salıb oturdu. Əhməd kişi sanki mühüm bir məsələ üzərində düşünürdü, tez-tez əllərini bir-birinə sürtür, ara-sıra əlini saqqalına və başının təpəsinə çəkir və əsəbiləşməmək üçün tez-tez Sübhanallah kəlməsini təkrar edirdi. Nəhayət, İlyasın üzünə baxaraq başına hərəkət verməklə sözə başladı. Oğlum, İlyas, mən elə düşünürdüm ki, qoca vaxtımda iki xoşbəxtliyi birdən qazanacağam. Sən də kimsəsiz bir oğlansan, bizim də oğul övladımız yoxdur, var yox tək bir qızımız vardır. Sevinirdik, düşünürdük ki, yurdumuz boş qalmayacaqdır. Sən də xoşbəxt olacaqsan. Biz də qoca vaxtımızda ayağımızı rahat uzadıb öləcəyik. Xatircəm olacağıq ki, yurdumuzda bir nəfər çıraq yandıran vardır. Ancaq bütün arzularımız boşa çıxdı. Fələk biz düşünən kimi düşünmədi. Arzularımız əksinə nəticə verdi. Səninlə qohumluğumuz baş tutmadan böyük bir bədbəxtliyə rast gəldik.
Nə edək, bəlkə də qismətimiz belə imiş, hər halda axırımız xeyir olmadı. İlyas, Əhməd kişinin dediklərini axıra qədər dinləyə bilmədi. Həyəcanlı və təəccüblü bir halda soruşdu. Mən sizi bədbəxt edə biləcək heç bir hərəkət göstərmədim. Bəlkə siz əsli və əsası olmayan sözlər eşidibsiniz. Rica edirəm, məsələni lazımi qədər təhqiq edin. Əhməd kişi İlyasın bu sözündən sonra əlini qoynuna aparıb bir məktub çıxartdı və al oxu, gör bu şayələrə inanmağa haqqım var, ya yox, dedi. İlyas məktubu alıb oxudu, məktubu Əmir İnancın qızı Qətibə imzalamışdı. Əhməd kişi, bu məktubu alandan bir həftə sonra Xanəgah kəndindən köçüb getməlisən. Bu müddətin içərisində köçüb getməsən sənin ailəni də həbsə aldırıb sürgün etdirəcəyəm. Sənin qızına heç bir vaxt oğlanlarla görüşmək və xalqın əxlaqını pozmaq ixtiyarı verilməmişdir. Qətibə. İlyas məktubu oxuyub Əhməd kişiyə qaytardı. Lakin nə cavab verəcəyini bilmədi. Ancaq bir kərə titrək səslə, əmin olun, nə mən, nə də Rəna əxlaqsızıq, dedi. Əhməd kişi cavabında, bilirəm, oğlum. Ona söz və şübhə ola bilməz. Lakin bir qızla tanış olduğun zaman əlində imkan olub olmadığını düşünməlisən. Madam ki, sən Əmir kimi bir adamın qızı ilə tanışsan, onlarla əlaqədəsən, onların evinə gedib gəlirsən, onun qızı ilə yazışırsan, o zaman ikinci bir qızın yaxasını buraxmalıydın. Əvvələn bu yazıq qızın gənc qəlbini həmişəlik yaraladın, ikincidən mənim bu qoca vaxtında dərbədər düşməyimə səbəb oldun. Özüm üçün bir kasıb kama düzəltmişdim, bir parça əkin yerim, bir balaca bağçam da var idi. İndi iki inəyi, iki nəfər də qadın və qızı qabağıma qatıb buradan Əlibəyli kəndinə köçməliyəm, bəlkə də orada özümə bir yuva tapdım. Əhməd kişinin bu sözlərindən sonra sanki dünya fırlanıb İlyasın başına dəydi. O, Əhməd kişiyə sual verdi. Qətibə bu məktubu sizə kimin vasitəsilə göndəribdir? Sənin öz yaxın adamınla, Əbülülanın cariyəsi Səbah xanımla. Mən sizi əmin edirəm ki, bu məktubdan Əmir İnanc qızı Qətibənin xəbəri yoxdur. Bunu Səbah xanımın özü düzəldibdir. Əhməd kişi, ola bilməz. Dedikdə İlyas ola bilər, çünki Əbülülanın ailəsi ilə mənim əlaqəm pozulmuşdur. Əbülüla Şirvanşahının sarayına köçəndən sonra bizim hamımız ona nifrət etmişik, onlar bunun səbəbini məndə görürlər. Buna görədir ki, haqqımda fitnələr və böhtanlar toxuyub düzəldirlər. Siz əmin olunuz ki, Qətibənin bu məktubdan xəbəri yoxdur. Bu yazı onun yazısı deyil. Səbanın öz xəttidir. Məktubu Qətibə yazmış olsaydı, öz nökəri ilə göndərərdi. Siz öz yerinizdə rahat oturun. İndi o zaman deyil, Əmirin bu cür işlərlə məşğul olmağa vaxtı yoxdur. O, xalq ilə hesablaşmağa məcburdur. Nə onlar, nə də mən qohumluq haqqında düşünürük. Mənim onların evinə gedib gəlməyim başqa bir məqsəd üçündür. Bəlkə də bunun səbəbini siz gələcəkdə biləcəksiniz. Hazırda Əmir öz mövqeyini əlində saxlamaq üçün yerli xalqa yaltaqlanmağa başlamışdır. İlyasın bu sözlərindən sonra Əhməd kişinin qəlbi biraz sakit oldu. Arvadını otağa çağırıb, məsələni ona da anlatdı. Hər ikisi bu xəbərdən razı qaldılar, lakin Rəna otağa gəlmirdi, utanırdı. Əhməd kişi onu səslədi, Rəna otağa gəl. Qonağa qarşı etinasızlıq yaramaz. Dedi. Rəna əlində süfrə otağa girdi və şam yeməyi hazırlığına başladı. İlyası da şam yeməyinə saxladılar.